Azərbaycan daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edir. 3-cü MDB oyunları paytaxt Bakıdan kənarda, Gəncə və ölkənin digər 6 şəhərində keçirilir. Bu fakt bir daha sübut edir ki, dövlətin illərdir həyata keçirdiyi regional inkişaf proqramı artıq real nəticələrini verir. Beynəlxalq tədbirlərin regionlarda təşkili ilk növbədə sosial-iqtisadi inkişafı sürətləndirir. Gəncə şəhərində idman yarışlarına hazırlıq çərçivəsində yolların yenilənməsi, binaların təmiri, turizm və mehmanxana infrastrukturunun gücləndirilməsi bu prosesin bir parçasıdır. Təkcə 3 ulduzlu və 4 ulduzlu otellər deyil, iri mehmanxanalarında yenilənməsi şəhərin turizm potensialına böyük təkan verir. Salam Gəncə! Eyni zamanda belə yarışlar Bakının üzərindəki yükü də azaldır. Çünki paytaxt onsuz da beynəlxalq tədbirlərin mərkəzi kimi özünü dəfələrlə doğruldub. Artıq regionlarda da belə yarışların keçirilməsi ənənəsinin əsası qoyulur. Gəncə və daha 6 şəhərimiz Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi 3-cü MDB oyunlarına ev sahibliyi edəcək. 10 gün davam edən yarışlarda müstəqil dövlətlər birliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda müstəqil dövlətlər birliyinin idman paytaxtıdır. Yalnız idman deyil, həm də turizm, mədəniyyət və sosial həyat üçün böyük imkanlar yaradan 3-cü MDB oyunları Azərbaycanın qədim şəhəri Gəncəni bu günlərdə bir idman paytaxtına çevirib. Burada təkcə idmançılar deyil, minlərlə turist də Azərbaycanın qonaqpərvərliyini yaxından görmək imkanı qazanır. Bir zamanlar əsas tədbirlər əhəmiyyətli dərəcədə ölkənin paytaxtında keçirilirdisə, indi artıq biz ən mühüm tədbirlərin, o cümlədən beynəlxalq əhəmiyyət daşıyan konferansların, həmçinin idman oyunlarının da Azərbaycanın müxtəlif bölgələrində keçirilməsinin şahidi oluruq. İdman oyunlarının keçirilməsi, həm də MDB əhəmiyyətli oyunların keçirilməsi bir çox istiqamətlərdə bölgələrimizin inkişafına təsir göstərəcək faktorlardan biri kimi dəyərləndirilməlidir. Şübhə etmirəm ki, bu oyunların nəticəsi olaraq ayrı-ayrı bölgələrimizdə idman mühiti daha da yaxşılaşacaq. Biz artıq bir sıra infrastruktur layihələrinin həyata keçirildiyini, açılışların baş verdiyini görürük, şahidi oluruq və təbii ki, bu da bir çox səbəblərdən önəm kəsb edir. İlk növbədə gənclərin idmana olan marağının artması baxımından da mühüm əhəmiyyətə malikdir. Beləliklə, Gəncədə keçirilən bu beynəlxalq tədbir həm ölkəmizin idman nüfuzunu artırır, həm də regionların inkişafına yeni nəfəs verir.